yaşayır ki, onun əməli, izi, düşüncələri, arzuları kimlərsə yaddaşında yaşayır və onun əməli, izi, arzuları, sözü kimlərsə xatirəsində qalır. Eyni zamanda onu yaşatmaq istəyən insanlar hələ sağdır, hələ yaşayırlar. Bugün bu qədər adlisanın bura toplaşması onu göstərir ki, Sabir Sarvan yaradıcılığını sevənlər də, onun yaradıcılığına böyük məhəbbət bəsləyənlər də və yaşatmaq istəyənlər də həddindən artıq çoxdur. Dünən Seyran Səxavətin 80 illik yubileyi qeyd edilirdi. Bu fikir orada da səsləndi. Bəzən şairin təqdim edərkən adının qarşısında bir təyinat verirlər. Böyük şair, dahi şair, möhtəşəm şair. Çox düşündüm, Sabir Sarvanı biz necə təqdim edə bilərik? Böyük şairmi, dahi şairmi? Mənə də gəlir Sabir Sarvan Azərbaycan poeziyasında, xüsusən müstəqillik illəri Azərbaycan poeziyasında öz nəsxətli olan, orijinal, özünə məxsul olan bir söz ustalarından biridir. Onun yaradıcılığı əslində ənənəvi şeir daxilində, ənənəvi poetik forma daxilində olan bir yaradıcılıqdır. Sərbəst şeirlər də var əlbəttə, amma daha çox xalq şeirindən qaynaqlanan bir şair oldu. Amma ən çətin elə budur. Yəni ənənəvi forma daxilində özünün poetik intonasiyalı yaratmaq, mənə gəlir burada eləşən bizim ədəbiyyatşünaslar da bunu təsdiqləyərlər, tənqidçilər də bunu təsdiqləyərlər. Ən çətin də budur. Və bəlkə də özümü təkrarlamış olacağım, Sabir Sarvanın yaradıcılığını təhlil edərkən bir fikri də xüsusilə vurğulamaq olar. Şeirdə, poeziyada öz istedadının, təfəkkürünün, ruhunun gücü ilə çox şeyə nail ola bilərsən. Çox maraqlı ifadə konstruksiyaları yarada bilərsən, çox maraqlı fikirlər qoya bilərsən ortalığa. Qan deyir torpağı daşı vətənin, yüzündə, gözündə qəm yuvalanın, çəkir qovqaları başı vətənin. Bu vətənin həmişə başı qovqada olur. Şükürlər olsun ki, bugün 10 milyondan çox bir xalq bu tayda çox xoşbəxtlik. Ona görə ki, Cənab Prezidentin İlham Əliyevin o büyük nüfuzlu insanın necə deyərlər, əli bu xalqın üstündədir. Amma bugün bildiyiniz kimi Arazın o tayında xalqımızı 40 milyon, 50 milyona yaxın xalqımızı qanad edirlər. Ümid edirəm ki, Allah deyilən böyük bir nəsnə var və xalqımıza kömək olacaq. Mən bir məsələni də demək istəyirəm ki, Sabir Sarvan dünyasını tez dəyişdi. Bax, mən biraz vətəndən uzaqlarda istirahətdəydim. Amma sonlar təbii ki, Zərnidar xanımla başsağlığı verdik, görüşdük. İnsan deyir, o vaxt ölür ki, onu xatırlayan sonuncu insan ölür. Onu xatırlayan çox adamlar var və 7-dən 77-yə Sumqayıt əhalisi var, Azərbaycanın 10 milyonluq xalqı var, Sabir Sarvan ölməzdir. Mən böyük sənət qurğunun Üzeyir Hacıbəyevin vəfatına həsr etdiyi və onun qəbrinin üstündə olan misraları demək istəyirdim. Bunu Sabirə şamil edirdim. Ölüm sevinməsin bu, ömrünü vermir bada. El qədrini canından daha əziz bilənlər, şirin bir xatirə tək qalacaq bu dünyada. Severək yaşayanlar, sevilərək ölənlər, bəli, bu severək yaşadı, sevilərək öldü. Sizlərə can sağlığı arzulayıram. Təsəvvürümdə, mənim ürəyimdə bir şair kimi belə qalıb ki, Sabir ürəyini boşalda bilmədi. Sabir dolu bir ürəklə gəlmişdi. Ağsudan gəlmişdi, öz aktyor olmaq üçün gəlmişdi və onun Ağsudan gəlməyinin də bir mənası var idi Azərbaycan tarixi üçün, Azərbaycan mədəniyyəti üçün. 1970-ci illərdə Ağsu, Səməndər Rızayev kimi, Rasim Balayev kimi, Mikail Mirzə kimi böyük aktyorlar getirmişdi və Sabir onların işına gəlmişdi. Sabir çox böyük aktyor idi. O səhnədə olmasa belə bizə oxuduğu şeirlər daim dostlar arasında. Sonra Filarmoniyada Aydın müəllim onun o şeir oxumağını xatırlatdı. Yazıcılar İttifaqında Sabir qədər şeiri
qeyri-adi oxuyan ikinci aktyor mən tanımıram. Sabir bütün o ifalarında sözü boğulmuş, sözünü deyə bilməyən, ürəyini boşalda bilməyən bir şairin obrazını yaradırdı və özü də son demək kitablarını da yazdı, son şeirlərini də yazdı. Ancaq Sabir ürəyini boşalda bilmədi. Sabir ürəyindəkiləri özünlə apardı. Ona görə də Sabirin o böyüklüyünü o bizdən uzaqlaşdıqca biz onu daha yaxşı, daha yeri daha aydın görünməkdədir. Biri oldu. Sabir Sarvan'ın bütün şiirleri yüzüne bakanda şiirleri görülürdü, okunurdu. Şiirini okuyanda yüzü görülürdü. Yüzü necəydisə astarı da eləydi, hissi də eləydi. Sabir Sarvan, yani onun ədəbi tərəfləri haqqında bizim böyük alimlərimiz, ədəbi düşünürlərimiz gözəl fikirlər söylədilər. Rüstəm müəllim, Məhdi müəllim və digər dostlar. Amma mən onun bir insan kimi, bir şəxsiyyət kimi, Sabir Sarvan'ın yanında ciddi ədəbiyyatın havası əsirdi, yeli əsirdi. Bilirdin ki, ciddi bir ədəbiyyatın sözün həqiqi mənasında havası var, ciddi bir adamla. Onun elə bir adamı alıp götürürdü ki, onun dalgasına düşürdün, çıkmak mümkün değildi. Bir dəfə görüşəndə Sabir Sarvan'la adama olan olurdu. Daha ömrü billah Sabir Sarvan sənin içində bir Sabir Sarvan olurdu həmişə. Onun dostluğu, Məhəmməd İlqarla dostluğu, mən dostluq haqqında bəlkə də hamı fikri var, hamının da desəm, bəlkə də hamının Sabir Sarvanla da çox dostluğu var. Amma mən dostluq sözünün o ağırlığını, mahiyyətliyini o ikisinin şəxsiyyətində, nümunəsində görmüşəm. Ruhu şad olsun, nə deyim? Bugün burada sizi görməkdən çox məmnunum. Çox gözəl bir başa gətirmişsiniz. Bu işdə bütün iştirak edənləri, ən kiçiklərindən ən böyüyünə kimi, ən cavanlarından ən yaşlılarına kimi hamısına təşəkkür edirəm. Burada yığılanlar hamısı söz adamları. Bu sona kalanlar sözle yaşayan insanlar. Yani ki biri var bakıp gelenler, bir de var ki onu yaşayanlar. Bu insanlar şiir, sanat, musiki, bunu duyup yaradan, yaşatan adamlar. Şimdi Ramazan ayı, əksəriyyəti cəmaatın yəqin kimi oruç. Bizə Allah'ın bəxş etdiyi müqəddəs kitabımız Quran da nəzmlə, şeirlə yazılır. Yani bu şeir elə bir şeydir ki, Allah'ımız onu sevir. Sizin hamınızdan razıyam. Ben arzu edirəm ki, dünyada birinci söz ol. Yani Tanrım ol deyip olmuşum. Müqəddəs kitabımız da şeirlə yazılır. Analarımızın laylasından, bayatlarımızdan, tapmacalarımızdan, aşırı dastanlarından, ağıllardan, hamısı bizim içimizde olan şeydir. Ben bugün sizinle bir yerde, bugün sizin için yaşadım. Yani siz söz adamları kimi yaşadım. Size çok razıyım. Allah akşam oruç açacak, orucu, namazınızı kabul eylesin.